اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يكن له كفوا أحد. Ramiz müəllim bildiğiniz kimi rayonumuzun getirib ərsə gətirdiyi ən ziyalı, elini obasını çox istəyən oğlanlardan biri idi. Çox təəssüflər olsun ki, rəhmətli çox tez bir zaman həyatdan keçdi. Ramiz müəllim Tovuzla əlaqədar çox böyük ideyaları var idi və bildiyiniz kimi 2003-cü ildə AFA prezident seçildikdən sonra futbolla əlaqədar bir çox işlər görməyə başladı. Tovuzda, nəinki Tovuzda, Respublikanın bütün rayonlarında biz birlikdə gəzdik. Bir çox təkliflər, ideyalar, təkliflər irəli sürüldü. O təkliflərə uyğun da futbolun inkişafına əlaqədar proqram hazırlandı. Sonra futbolun inkişafına əlaqədar mütəxəssislərə xüsusi yer ayrıldı. Ancaq hafif olsun ki, qısa bir zaman 2007-ci ildə həyatdan köçdü və demək olar ki, onun görə biləcəyi işlər, görmək istədiyi işlər hamısı yarımçıq qaldı. Ramiz müəllim rayonumuza olan münasibətinlə, kəndə, xalqımıza olan münasibətinlə hamımızın qəlbimizdə qalmışdır və bugün də demək olar ki, qəlbimizdə yaşayır və həmişə onun əziz xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Ramiz müəllim böyük ziyalı idi. Ona görə də Respublikamızın ziyalılarına sonsuz hüsnü rəğbəti vardı. Xüsusən də yaradıcı adamlara Ramiz müəllimin münasibəti bir nağıl olaraq qalmaqdadır. Aşıqlara, bizim istedadlı aşıqlarımızı o işlə təmin eləyirdi. Allah ona rəhmət eləsin. Ramiz müəllim bir örnəkdir. O təkcə ömrünlə təkcə öz ömrünü yaşamadı, o yaxşılıqları özündən aparmadı. Bir örnək qoydu getdi. Bax, bu örneği də mənim əziz qardaşım Çingiz Abbasov da davam elətdirir. Vidadi müəllim də davam elətdirir. Və bundan sonra gələn nəsillər də davam eləyəcək. İmkan sahibləri hamısı Ramiz müəllimin ənənəsini yaşadacaqlar. Mən buna əminəm. Allah Ramiz müəllimə rəhmət eləsin. Allah Ramiz müəllimə qəni-qəni rəhmət eləsin. O futbol aləmində də çox böyük işlər gördü. Demək olar ki, o AFA prezidenti seçiləndən sonra Azərbaycanın bütün rayonlarında futbol komandaları təşkil olundu, sponsorlar cəlb olundu və stadionlar tikildi. Futbolçuların əmək haqqlarının artırmağında çox böyük əmək oldu. Azərbaycanda demək olar ki, futbolun inkişafına böyük töhfə verdi. Bundan əlavə də Musa müəllim demişkən, çox böyük incəsənət xadimlərinə hamısına kömək. Elə bir adam yox idi ki, Ramiz müəllimin köməyi olmasın. Ramiz müəllim rayonumuz üçün də çox iş görüb. Allah ona qəni-qəni rəhmət eləsin. Allah Ramiz müəllimə rəhmət eləsin. Ramiz müəllimin əməyi Azərbaycan futbolunda çox böyük və danılmaz işdir. Yəni Ramiz müəllim dönəmindən sonra Azərbaycanda gedən futboldakı dəyişikliklər, inkişaf, stadionların tikilməyi hamısı həmin dönəmin işiydi ki, Ramiz müəllim bunların fundamentini qoydu. Və bugünkü gündə həmin ənənələr davam edir. Azərbaycan futbolunda olduğu kimi də Azərbaycanda biz Ramiz müəllim kimi gözəl bir insanı itirdik, ziyalını itirdik. Amma Allah rəhmət eləsin, onun ənənəsi və elədiyi xeyirxahlar bu gün də bizim yaxınlarımız, əzizlərimiz Vidadi müəllimlə, Çingiz müəllimlə, bizim müəllimlə davam edir. Allah rəhmət eləsin. Gördüğümüz kimi Ramiz Mirzəyev 1954-cü ildə Tovuz şəhəri Bağ küçəsi 32-də dünyaya gəlmişdi. Bir həyatda yaşamışıq. Mən də 1952-ci ildə həmin məhəllədə doğulmuşam. Uşaqlığımız bir yerdə keçibdi. Ramiz müəllim Puşkin adına orta məktəbi fərqli atestatından başa vurdu. Taleyi elə gətirdi ki, mən kəndə köçəsi oldum, kətdə qaldım. Ramiz müəllimin atası rəhmətli Şəmşəd əmi bizim kəndin kolxoz sədri idi. Hər yaz Ramiz müəllim bacılarıyla, Sveta ilə, Pakizə ilə, Novruzla, Hüsəməddinlə bizim kənddə dincəliblər. Hesab eləm bir 10 il mən 10-cu sınıfı qutaranacağım.
Bu ailə bizim ailə ilə dağda dincəliblər. Həm də atasının bacısı bizim qonşuluqda gəlin idi. Yəni uşaqlığımız bir yerdə keçibdi. Ramiz müəllim orta məktəbdə oxuyanda da elə məhəllədə də çox tərbiyəli, təmkinli, belə bir şagird mi deyim, belə bir insan idi. Sonra da gördünüz də həyatı, institusiya aləmi, sonra iş fəaliyyəti artıq çox danışmaq istəmirəm. Yüksələ öz savadına görə, öz biliyinə görə gəldi, çatdı. Neft-Yağ Birliyinin sədri oldu. Vidadi müəllim qeyd elədiyi kimi 2003-cü ildən AFFA-nın deməli prezidenti seçildi. Elə o dövrdən də biz yaşına gəldiyimiz Yaşar Sultanov rəhmətlik Ramiz müəllimlə iş birliyində oldu. Yəni futbol aləminə qardaşımız Yaşar çox böyük töhfə verdi. Ramiz müəllimlə isə belə çiyin-çiyinə Azərbaycanda futbolun inkişafına, futbolun nətər deyim, yarışına, hər şeylə Yaşar müəllim şərik oldu. Biz bu gün Yaşar müəllimi də yad eləməyə gəlmişik. Hamımızın adından Yaşar müəllimin ailəsinə baş sağlığı verirəm, özünə Allahdan rəhmət diləyirəm. Mən üçün çox ağırdı. Niyə ağırdı? Keçən həftə Yaşar mənə zəng elədi ki, Vidadini də götür, bizə apar bunkerə. Hesab eləm, mən ona bir boşluq qaldım. Dedim, 6-cı il gedərik. 6-cı il elə oldu ki, 6-cı ilin dünyasını dəyişdi. Vidadi müəllimin də işi oldu, mənim də işim oldu. Biz 6-cı il bir yerdə olmalıydıq. Amma talih elə gətirdi ki, 6-cı gün o həyatdan vidalaşdı. Allah hər ikisinə rəhmət eləsin.